Cümlə üzvlərinin izahına baxırıq indi isə. Cümlə üzvlərini biz iki qrupa bölürük. Baş üzvlər, bir də ikinci dərəcəli üzvlər. Baş üzvlərin ikincisi adı da qrammatik əsas adlanacaq. Baş üzvlərə mübtəda və xəbər aiddir. İkinci dərəcəli üzvlər isə təyin, tamamlıq, zərflik aid olacaq. Deməli, cümlə üzvlərlə bağlı onu yadda saxlayaq ki, cümlə üzvləri quruluşca iki cür ola bilər. Sadə ola bilərlər, bir də mürəkkəb ola bilərlər. Fərqləri odur ki, sadə nitq hissəsindən, yəni sözlə ifadə olunacaq. Söz deyəndə də mötərizədə yazıram, yəni söhbət nitq hissəsindən gedəcək. Bir də mürəkkəb ola bilər. Mürəkkəb olanda da söz birləşməsindən ifadə olunacaq. Deməli, fərqimiz buradadır. Məsələn, desək ki, sadə mübtədanı göstər, biz nitq hissəsindən ifadə olunanı götürəcəyik. Və yenə, eyni ilə söz birləşmələrində olduğu kimi köməkçi nitq hissələri olmaq, etmək, eləmək quruluşa təsir eləməyəcək. Və burada vacib qaydamız olaraq yadda saxlayaq ki, cümlə üzvləri içərisində mübtəda ən müstəqil cümlə üzvümüzdür. Yəni, heç nədən asılı deyil. Xəbər isə ən zəruri, yəni vacib, lazımlı cümlə üzvümüzdür. Təyində isə onu yadda saxlayaq ki, təyin bütün cümlə üzvlərini, hətta özünü də izah eləyə bilər. Və bir də suallarını ayrıca olaraq yazacağım. Bir dənə burada onu yadda saxlayaq ki, haranın sualı da tamamlıqda olacaq. Çünki haraya, harada, haradan zərfliyin sualıdır. Amma haranın sualında diqqətli olaq ki, tamamlığın sual olacaq. Bu ümumi vacib qeydlərimizdir. İndi isə başlayaq mübtəda bölməsindən. Mübtəda dedik ki, ən müstəqil cümlə üzvüdür. M hərfindən yadda saxlayaq ki, ən müstəqil cümlə üzvümüzdür. Və müstəqil olduğuna görə heç nədən asılı deyil. Yəni, heç bir cümlə üzvündən asılı deyil. Hətta deyəcək ki, xəbər də mübtədadan asılı olur. Və mübtəda adlı halda olacaq. Adlı halda olsa da, mübtədada cəm şəkilçisi, mənsubiyyət şəkilçisi ola bilər. Və mübtədanın sualları kim, nə, hara sualına cavab verəcək və biraz əvvəl dediyimiz kimi mübtəda da quruluşca sadə və mürəkkəb ola bilər. Sadə nitq hissələrlə ifadə olunacaq. İsim, isimləşmiş sifət, say, yer zərfləri, əvəzlik, bunlar hamısı isim ola bilər, mübtəda ola bilər. Sonra məsdər, isimləşən feili sifət. Bunlar hər biri mübtəda vəzifəsində çıxış edə bilər. Bir də kim, nə, hara sualı cümlənin içində iştirak eləyərsə, o da mübtəda olacaq. Deyirəm, kim dərsə hazırdır. Burada kim özü mübtəda olacaq. Sadəcə olaraq sual əvəzliklərində demişik ki, sual əvəzliklərində sual vermək olmur. Yəni, mən kimə sual verə bilməsəm də, amma cümlə üzvü kimi mübtəda olacaq. Və sadə mübtəda sayılacaq. Mürəkkəb mübtəda isə ikinci qrup ismi birləşmə, üçüncü qrup ismi birləşmə, məsdər tərkibi, feil sifət tərkibi, bir də parçalanmayan birinci qrup ismi birləşmələrdən danışmışdıq ki, yer və məkan bildirən hər tərəf, hər yer, hər zaman, yeni il. Bunlar hər biri mürəkkəb mübtəda olacaq. Məsəl üçün nümunələrə baxaq mübtəda ilə bağlı. Deyirəm ki, hər tərəf qaranlıq idi. Necə idi? Qaranlıq idi bizim xəbərimiz. Hara? Hər tərəf. Bu olacaq mübtəda və ifadə olunubdur birinci qrup ismi birləşməklə. Və ismi birləşmələrdə birinci qruplar normalda parçalanır. Bu parçalanmayanlara aid olduğuna görə birlikdə gedəcək. Və ya deyirəm ki, gecə gözəldir. Nə gözəldir? Gecə. İsimdən ifadə olundu. Yuxarılar gəldi. Kim gəldi? Yuxarılar yer zərfindən ifadə olundu. Dərs oxumaq vacibdir.
vacibdir. Nə? Dərs oxumaq. Məsdər tərkibindən ifadə olundu. Burada sadəcə olaraq nəyə diqqət eləyək? Bəzən cümləni verir, deyir mübtəda nə ilə ifadə olunubdur. Variantın birinə yazır məsdər, birinə yazır məsdər tərkibi. Burada diqqətli olaq. Bax, məsələn, desəm ki, dərs oxumaq vacibdir. Vacibdir. Nə? Dərs oxumaq. Burada iki sözdən ibarət olduğuna görə bu məsdər tərkibi sayılacaq. Yəni, variantdan məsdəri işarələsək səhv çıxacaq. Məsdər tərkibini işarələməliyik. Yox, əgər desəm ki, oxumaq vacibdir. Vacibdir. Nə? Oxumaq. Burada bir sözdən ibarət olubdur, ona görə sayılacaq məsdər. Məsdər olanımız quruluşca sadə sayılacaq, məsdər tərkibi olan isə mürəkkəb sayılacaq. Burada xüsusi olaraq diqqətli olaq. Məsələn, kim gəldi? Nə etdi? Gəldi. Kim də bizim mübtədamız. Daha sonra xəbər mövzusuna baxaq. Dedik ki, xəbər ən zəruri, yəni vacib, lazımlı bir cümlə üzvüdür və xəbər yalnız mübtədadan asılı olur. Başqa heç nədən asılı ola bilməz. Yalnız mübtədadan asılı olur. Mübtədadan da nə baxımdan asılı olacaq? Şəxsə, kəmiyyətə görə. Mübtəda hansı şəxsdədirsə, xəbər də həmin şəxsdə olacaq. Və ya mübtəda təkdədirsə, xəbər də təkdə olacaq. Cəmdədirsə, xəbər də cəmdə olacaq. Deməli, xəbər ən zəruridir, yalnız mübtədadan asılıdır və mübtədadan şəxsə və kəmiyyətə görə asılı olacaq. Xəbərin də quruluşca yenə iki növ var, sadə və mürəkkəb. Nitq hissələrlə ifadə olunursa sadədir, söz birləşməsindən ifadə olunursa mürəkkəbdir. Bir də burada nədə diqqətli olaq? Məsələn, düzəltmə sözlə, mürəkkəb sözlə ifadə olunanlar da sadə sayılacaq. Çünki onlar bir dənə söz sayılır. Məsələn, deyirəm ki, babam balıqçıdır. Bu düzdür. Ayrılıqda düzəltmə sözü ola bilər. Amma mən bunu xəbər kimi sadə xəbər götürəcəm. Çünki bir dənə sözdür. Düzəltmə olsa belə xəbər olaraq sadə xəbər sayıldı. Bir də olmaq, etmək, eləməkdə diqqətli olaq. Məsələn, deyirəm ki, qocalara kömək etdi. Qocalara kömək et şəklində yazdım. Məsələn, nə et? Kömək et, kimə? Qocalara. Bu oldu bizim cümləmiz. Kömək et, ümumiyyətlə olmaq, etmək, eləmək mürəkkəb feili yaratdığına görə bu sayılacaq yenə sadə xəbər. Ayrılıqda mürəkkəb feil ola bilər. Amma mən bunu bir dənə söz götürəcəm. Kömək etməkdə köməklə eti ayrıca söz kimi götürmürük. Bir dənə söz sayılacaq. Və nəyi yadda saxlayaq? Tərkibində şəxs şəkilsi, idi, imiş, isə, hissəciyi olan bütün sözlər xəbər olacaq. Deməli, şəxs şəkilsi, bir də bunlar sayılacaq predikativ sözlər. Predikativ sözlərdə bir də nəyə diqqət eləyək? Predikativ sözlər həm ismi xəbər oldu, həm də var, yox, lazım, gərək, bəs bunlara aid oldu. Və predikativ sözlərə sual vermək olmur. Testlərdə qabağımıza ən çox çıxan sual tipi hansıdır? Deyir ki, hansı variantdakı cümlə üzvünə sual verə bilmirik. Bu vaxt biz ya predikativ sözlə ifadə olunan axtarırıq, ya da sual əvəzliyindən. Çünki sual əvəzliklərinə də sual verə bilmirik, predikativ sözlərə də. Deməli, ismi xəbəri bildik. İsmi xəbər təkrar bir də xatırladıram ki, məsdər, feili sifət, bir də feili birləşmələrdə ismi xəbər sayılacaq. Bunları gedib feili xəbər götürməyək. Feili xəbərə nələr aid olacaq? Feilin təsriflənən formaları, yəni feilin şəkilləri. Məsələn, balıqçı idi, biraz əvvəl dediyimiz, müəlliməm, həkimdir, həkimsən, necəyəm, necəsən, gəldi, getdi, fərqi yoxdur, şəxs şəkilçisi olan və ya idi, imiş nə görsək, xəbər olaraq götürəcək. Və xəbərin iki dənə növ var. İsmi xəbər var, bir də feili xəbər var. İsmi xəbərlə feili xəbərin fərqi nədədir? İsmi xəbər ifadə olunacaq adlarla.
Adlar deyəndə feildən başqa digər əsas diksələr nəzərdə tutulur. İsim, sifət, say, əvəzlik, zərf. Daha sonra məsdər. Burada diqqətli olaq. Məsdərlə feili sifət ismi xəbəri yaradacaq. Feili xəbər olmayacaq. Feili sifət. Daha sonra söz birləşmələrində ismi birləşmələr, yenə feili birləşmələr, məsdər tərkibi, feili sifət tərkibi. Bir də predikativ sözlər. Predikativ sözlər hansılardır? Var, yox, lazım, gərək. Feili xəbərə də yalnız bunlara aiddir, fərqini bildik. İsmi xəbər, feili xəbər tapanda bu hissələrə diqqət edirik. Bir də frazeoloji birləşmə məsələmiz var. Frazeoloji birləşmələrdə ismi xəbər də ola bilər, feili xəbər də ola bilər. Əgər məsdər feili sifət formasındadırsa, ismi xəbər olacaq. Feilin şəkilləri formasındadırsa, feili xəbər sayılacaq. Və ən əsası sintaktik təhlil zamanı həmişə birinci xəbəri tapırıq, xəbərdən sual verərək mübtəda və digər cümlə üzvlərini tapırıq və taparkən nəyə diqqət edək? İkinci qrup ismi birləşmə, üçüncü qrup ismi birləşməni qəti şəkildə parçalamırıq. Üçüncü qrup ismi birləşmənin arasına söz daxil olur. Məsələn, deyirəm ki, şəhərin gəzməli yerləri tutaq ki, arasına söz daxil olsa belə, biz onu parçalamadan bütövlükdə götürürük. Şəhərin gəzməli yerləri bütövlükdə bir dənə cümlə üzvü olacaq. Bunlara diqqət edək. Məsdər tərkibi, feili sifət tərkibi bir dənə cümlə üzvü olacaq. Frazeoloji birləşmələr parçalanmır, o da bir dənə cümlə üzvü olur. Əsas bu məqamlara diqqət edəsək, sintaktik təhlildə problem yaşamarıq. Bu da oldu xəbər mövzusundan bağlı. Və əsas qaydamız yenə nədir? Feili xəbərlərin ismi xəbəri fərqləndirmə qaydamız. Sadə və mürəkkəb olmağını da bildik, ifadə vasitələrini də bildik.